Qəbirdən qəribə səslər gəlir dedilər. Bu iddianın ardından növbəti gün məzar açılır. Hadisə Türkiyədə baş verir. Siirt şəhərində 63 yaşında dünyasını dəyişən Naif Səfət adlı şəxsin məzarını ziyarətə gedənlər məzardan səslərin gəldiyini iddia eləyib. İddianın ardından aidiyyəti qurumlara müraciət edilərək sağ ola bilmə ehtimalı nəzərə alıb məzarı yenidən açıblar. Gündəm Xəbər Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı Naif Səfət ölümündən sonra cənazə namazı qılınaraq torpağa tapşırılıb. Türkiyənin məşhur Dəmirören xəbər agentliyinin verdiyi xəbərdə bildirilən məlumata görə ölümündən növbəti gün sonra məzarlığı ziyarət etmək istəyən qohumları həmin şəxsin məzarının başında dua eləyərkən səslər eşitdiyini deyiblər. İddiaların ardından Naif Səfətin qohumları məzarı açıb, lakin hər hansı bir həyat əlaməti olmadığından mərhum yenidən torpağa tapşırılıb. Qeyd eləyək ki, bu kimi hallar Türkiyə mediasında ən çox yayılan xəbərlərdəndir. Baş verən hadisənin nə qədər gerçək olub, olmaması isə hələ də müəmmalıdır.